Son günlərdə yayılan bir xəbər bütün dünyada böyük maraq doğurub və elm aləmini sarsıdıb. İddialara görə İtalyan və Şotlandiyalı tədqiqatçılar Giza piramidalarının altında nəhəng bir yeraltı şəhərin izlərini aşkar ediblər. Radar texnologiyası ilə aparılan araşdırmalarda şəhərin piramidaların özündən 10 dəfə böyük olduğu və 2 kilometr dərinlikdə yerləşdiyi bildirilir. Bu kəşf doğrudursa, qədim Misir haqqında bildiklərimizin böyük bir hissəsini yenidən yazmalı olacağıq. Təsəvvür edin, əsrlər boyu milyonlarla insanın heyranlıqla seyr etdiyi piramidaların altında tamam başqa bir dünya gizlənir. Radar görüntüləri nəyin şahididir? Görünən odur ki, şəhərin içərisində sütunlu zallar, spiral yollar, silindrik quyular və çox səviyyəli strukturlar var. Bu sadəcə təsadüfi yeraltı tünellər deyil. Bu, yaxşı planlaşmış, mühəndislik baxımından yüksək səviyyədə qurulmuş nəhəng bir kompleks ola bilər. Lakin bu şəhəri kimlər tikib və nə üçün tikib? Bəzi tədqiqatçılar düşünürlər ki, bu qədim Misrin ən sirli insanlarının, kahinlərinin, astronomlarının və elmi bilikləri qoruyan alimlərin gizli sığınacağı olub. Misir mifiologiyasına nəzər salsaq, bəzi mənbələr yeraltı dünyadan fironların ölümündən sonra keçdiyi mistik aləmdən bəhs edir. Ola bilərmi ki, bu şəhər məhz o yeraltı dünyanın fiziki izidir, yoxsa burada indiyə qədər heç bir tarix kitabında rast gəlinməyən, tamamilə naməlum bir sivilizasiyanın izləri var. Lakin bu kəşf hər kəsi həyəcanlandırmayıb. Dünyaca məşhur Misirli arxeoloq Dr. Zahi Havas bu xəbəri uydurma adlandıraraq bildirib. Əgər belə bir şəhər mövcud olsaydı, Misir hökuməti bunu çoxdan aşkar edərdi. O qeyd edir ki, indiyə qədər aparılan qazıntılar belə bir şəhərin izinə rast gəlməyib və radar görüntülərinin geoloji anomaliyalar ola biləcəyini vurğulayır. Amma skeptik yanaşanlar belə bu iddianın tamamilə yalan ola biləcəyini düşünmürlər. Tarix boyu Misir piramidaları haqqında çoxlu sirlər, hekayələr dolaşıb. Amma bu bəlkə də indiyə qədər ən inanılmaz iddialardan biridir. Bəzi nəzəriyyəçilər düşünürlər ki, bu yeraltı şəhər qədim Misirlərə, yad planetlər arasında bir əlaqənin sübutu ola bilər. Piramidaların tikinti texnologiyası hələ də müasir elm üçün sirr olaraq qalır. Əgər yeraltı şəhər həqiqətən də varsa, bəlkə də onun içində bu sirrin açarları gizlənib. Digər tərəfdən bəzi konspirasiya nəzəriyyəçiləri hesab edirlər ki, Misir hökuməti və böyük elmi dairələr bu kəşfin üstünü örtməyə çalışırlar. Onların fikrincə, əgər bu yeraltı şəhər tapılarsa, bu dünyanın tarixə baxışını dəyişdirəcək və indiyə qədər gizli saxlanılan bəzi həqiqətləri üzə çıxaracaq. Əsl sual isə budur. Bu şəhər həqiqətən varmı? Yoxsa bu sadəcə bir fantastik fərziyyədir? Bu sirrin açılması üçün nə lazımdır? Gələcəkdə Misir hökuməti və beynəlxalq arxeoloqları bu ərazidə qazıntılara icazə veriləcəkmi? Yoxsa bu kəşf də əvvəlki sirli Misir hekayələri kimi bir müddət gündəmdə qalacaq, sonra isə unudulacaq? Hazırda bu suallar cavabsızdır. Ancaq bir şey dəqiqdir. İnsanlıq tarix boyu bilinməyənlərə maraq göstərir və bu kəşf əgər təsdiqlənərsə, bəşəriyyətin tarixi haqqında təsəvvürlərimizi tamamilə dəyişdirə bilər. Kim bilir, bəlkə də biz tariximizin ən böyük sirrinin açılmasının astanasındayıq.